Salam dostlar, kanalıma hoş geldiniz. Mən Elmir. Bugün yeni video ilə qarşınızdayım. Bugün özüm haqqında danışmaq istəyirəm uşaqlar. Birinci özüm təqdim eləyim. Mən Elmir. Şəmkirdə yaşayıram. Gəncədə oxuyuram. Deyəcəksiniz ki, məktəbmi oxuyursam? Məktəb oxumuram uşaqlar. Universitet oxuyuram. Mən məktəbi qurtarmışam. 20 yaşım var. Yəni çoxlarınız 16, 17, 18 yaş verirsiniz, amma 20 yaşım var. 19 yaş verənlər də var təbii ki də. Çox verənlər də var. Yəni adamdan adama dəyişir. Hər kəsin öz türlər demişkən baxış açısı bir olmur. Yəni məsələn mən yoldan keçənə məsələn 25 yaş verim, dostum 20 yaş versin. Yəni belə şeylər var. Hamının dünya görüşü fərqlidir. 20 yaşım var uşaqlar, Gəncədə oxuyuram, universitetdə oxuyuram, məktəbi 2023-də qurtarmışam. YouTube ilə 4 ildir məşğulam. Failə deməli 6 ildir oynayıram uşaqlar. 2018-ci səhv eləmirəmsə ilk dəfə onda yükləmişdim, onda oynamışdım. Həmin vaxtlar bot idim, yəni kim olsa ilk dəfə başlayanda bot kimi başlayır. Amma burada bəzi botlar kimi mən düşüb bu youtuberlardan elmas falan dilənmirdim. Belə şeyim yox idi. Plus girib kiməsə bot yazmırdım. Yəni ki, yazmırdım ki, bot VC-yə gəl. Yəni belə şeylər həqiqətən xoş deyil. Yəni girib yazsınız ki, bot VC-yə gəl. Bot VC-yə gəl deyəndə nə olur? Heç nə olmur. Nəysə uşaqlar. Yəni özüm haqqımda danışdım. 4 ildir YouTube videosu çəkirəm. Burada da ekranda kanallarımın şəklini görəcəksiniz. Yəni fərqli kanallarım olubdur. Yəni şəkilləri olanları paylaşacağam ekranda, yəni montajda. Olmayanlar da yəni mən tanıyan tanıyır. Bunu da deyim ki uşaqlar, belə deyim sizə, mən həmişə takipçilərimi yaxşılamaq istədim. Nə barədə? Yəni elmas falan olsun, elmaslı odalar olsun, sonra elmaslı çarxlar olsun. Bu kanalımda belə elə odalarım var. Elə çəkilişlərim var. Çəkilişləri eləmişəm, elmas çəkiliş falan eləmişəm, elmaslarında atmışam. Kimlərə bura elmas atmışamsa yorumlara yazsın. Yəni belə uşaqlar, yəni inanmayanlar inanmasın. Mən heç kimi burada məcbur eləmirəm ki, mənə inanın. Əvvəlki kanallarımda da elmas çəkilişi olsun, hesab çəkilişi olsun eləmişəm, canlıda da vermişəm hesabını canlıda verməmişəm, yəni demişəm şəxsiyə yaz, şəxsinə verim. O da yəni belə sübutda hamıya göstərib ki, yəni veribdir hesabı. Mən bilən bilir. Elmaslar da onun kimi. Amma bunun qarşılığını almışammı? Çox az almışam. Sağ olun, abunə olubsuz, izləyirsiniz bu dəqiqə. Yəni bura kimi izləyibsiz. Videoya like atıbsınız. Atmayanlar da bir dənə like atsın. Qarşılığını çox az almışam uşaqlar. Yəni kanalımızı məsələn 60.000 baxış gəlir. 60.000 baxışdan neçə min abunəm var? 4.000 abunəm var. Niyə? Çünki dəstək çox azdır, yəni qarşılığını almıram. Siz abunə olsanız, məsələn, o 60.000 nəfərdən 20.000 nəfər abunə olsa, 20.000, bu dəqiqə mən admin idim. Yəni adminlik istəyatdım, adminlik qəbul eləmədi, Frafay qəbul eləmədi. Niyə? Dedi ki, abunən azdır. Məsələn, mənim kanalıma aylıq 50-60.000 baxış gəlir. Dedi ki, baxışın yaxşıdır, amma qəbul eləmirik. Yəni 20.000 abunəm olsaydı admin idim, bu dəqiqə yoxdur, sizə elmaslar falan paylayırdım, hesab paylayırdım, amma yoxdur. Niyə? Dəstək görmürük. Yəni belə uşaqlar, başqa deyəcək sözüm yoxdur. Yəni yorumlara da gəlib çox boş yorumlar eləməyin. Yəni yaz ki, elmas atmayanı da söylüyorsunuz. Mən sizə borcum yoxdur uşaqlar. Yəni bura içimdən gəlir. İçimdən gəldikcə, imkan çatdıqca elmaslı odalarımı eləyirəm, çəkilişlərimi eləyirəm. Yəni hörmətə bağlıdır. Siz mənə hörmət eləsəniz, yəni mənə dəstəkləsəniz, mən sizi belə hədiyyələrlə sevindirərəm. Yəni hər şey qarşılıqlıdır. Onun üçün bir-birimizə hörmət eləyək, belə deyim sizə. Yəni abicinik qalanlar da heç onlara da sözüm yoxdur. Burada da YouTube platformasını da Azərbaycanlı dostlarımızla irəliləyirik. Bunlardan, yəni adları, bəzilərinin adları yadımdan çıxa bilər, özü saysınlar. Mən yaxın olduqlarımı deyirəm. Zakodur, Shadow'dur, sonra Nəsirovdur, sonra Nihatdan bu qədər danışmıram, amma yəni belə tanışdığımız var. Yəni YouTube platformasında tanışdığımız var.
Şadov, Nəsrov, Cako, ayrı kimlər qaldı? Ayrı digərlər yadımdan çıxdı. Yəni onlar da üzülü sayısına görə izləyirlərsə daha bilmirəm. Yəni belə irəliləməyə çalışırıq. Onların da kanalına abunə ola bilərsiniz, videolarına like ata bilərsiniz. Yəni bunu da deyim ki, uşaqlar əsas hissəsinə gəldik. Mən oyunlarımda, yəni uşaqlar oyunlarımda panel işlətmirəm uşaqlar. Bunu bilin, yəni ağlınıza soxun. Yəni mən shorts videolar falan atıram, panel falan yazıram, amma uşaqlar, yəni panellə əlaqəsi yoxdur. Belə, yəni boş yorumları yığışdırın. Nəsə ki, panel qoşsan, belə oynayırsan, elə oynayırsan, panellə oynayırsan, əsl oyuncu deyirsən. Bu sizi nə maraqlandırır? Mən panellə oynadım, oynamadım. İkincisi də panellə oynamıram. Mən öz hassasiyyətimdir. Yəni, telefonum zəif olursa, hassasiyyətimiz telefonuma getməsə, bəlkə panel qoşam onda. Qoşsam da belə mən özüm bilərəm. Amma telefonum indi normaldır, telefonumu dəyişdim, bilənlər bilir, iPhone-a keçdim, indi normal kafaları atıram. Bu aralar bir dənə pompalı Diggle barəsində hassasiyyət tapa bilmirəm, amma UMP ayarını görürsünüz, yəni shorts videolarını izləyirsiniz. Yəni normal kafalar atır, yəni yüz-yüzə panel kimi hassasiyyətdir, yəni tapdığım UMP ayarı. Belə, yəni bunu da nəzərə alın. Yəni girib yorumlara elə sözlər yazmayın. Nəysə uşaqlar, bugünkü videomuz bu qədər idi. Özünüzə yaxşı baxın. Kanala abunə olmağı yaddan çıxarmayın. Ayrı sualınız olsa yorumlara yaza bilərsiniz.